Son illərin ən populyar mövzularından biri özünü sevmə mövzusu haqqında bugün biraz danışmaq istəyirəm. İllər öncə mən də bu yolçuluğa çıxanda əslində məqsədim özünü sevmə deyildi, daha çox özünü tapma idi. Səbinə əslində kimdir? Niyə bu dünyaya gəlmişəm? Oxuduğum universitet əslində mənim xəyallarıma məni aparırmı? Kim olmaq istəyirəm? Bu suallar mənim sanki içimi yeyirdi və sahib olduğum bütün şərtlərin xaricində arzuladığım şey həqiqi özümü tapmaq idi. Və bu sual məni yollara çıxartdı. Uzun bir yolçuluqdan keçirtdi. Bunları sizlə zaman-zaman bölüşəcəm. Artıq professional olaraq 8-ci ildir ki, şəxsi inkişaf yolunda fəaliyyət göstərirəm. Bu illər ərzində istər şəxslərlə, rəhbər şəxslərlə, korporativlə bir çox fəaliyyətim olub və ümumiyyətlə insanlarla danışdıqca müşahidə etdiyim bəzi məqamlar var idi. Hər kəs oyanır, özünü tapmağa çalışır, suallar verir, həyatını sorğuluyur. Amma bəzən yanlış bilgilərlə, doğru olmayan istiqamətlərlə özünə yaxınlaşmaq əvəzinə əksinə özündən uzaqlaşır. Burada sosial medianın böyük bir rolu var, bilgi kirliliyinin böyük bir rolu var. Amma gəlin mən bu illər ərzində tapdığım mənə görə ən doğru cavabları sizinlə paylaşım və siz də bunları öz həyatınızda sorğulayın. Son illərdə insanlar bir çox yerlərdə özünü sev, özünə dəyər ver, özünlə zaman keçir kimi fikirlərlə qarşılaşırlar. Bəli, əslində mövzunun tamamına baxdığımızda bu çağırışlar gözəldir. Lakin bunu necə edəcəyimizi heç kim bizə izah eləmir. Yəni necə özümü sevim? Çünki özünü sevmək bir sənətdir bəlkə də. Özünü sevmək əslində varoluş halıdır, amma biz o qədər unutmuşuq ki, var olaraq yaşamağı. İndi sanki biz onu yenidən öyrənməliyik. Ümumiyyətlə gəlin sevmə anlayışını sorğulayaq. Sevgi nədir? Birini nə zaman həqiqətən sevirik? Deyə bilərsiniz ki, birini sevmək mənim üçün şərtsiz sevməkdir. Bəli, ola bilər. Birini sevmək onu hər şeylə qəbul etməkdir. Bəli, bu da ola bilər. Amma əsl və sağlam bir sevginin altında bəzən o qoruma içgüdüsü, onun yaxşı olmasını arzulama duyğuları da durur. Mənim tapdığım cavabların içində məni ən çox qane edən və həyatıma tətbiq edib effektini gördüyüm bir yöntəmi paylaşacağam sizlə. Təsəvvür edin ki, bir uşağınız var. Çox sevirsiniz onu. O yavaş-yavaş böyüyür. O böyüyərkən siz ona hər şeyimi icazə verirsiniz. Məsələn, gecə 5 saat yatmasına razı olarsınızmı? Və yaxud da gün ərzində zərərli qidalarla qidalanmasına, saatlarla ekrana baxmasına icazə verərsinizmi? Sırf o istəyir deyə, amma ona zərərli olacaq bir şeyi ona verərsinizmi? Mənə görə əsl, sağlam sevgi övladımıza olan sevgidə var. Təbii ki, burada da valideyn özü nə qədər sağlam düşüncədədir, o da sorğulanmalıdır. Amma kənardan baxdığımızda hansı uşaqların həyatda irəli getdiyini görürük. Daxilən sərhədləri ola bilən, həyatda bəzən özünə yox deməyi bilən, çətinliyin də içindən keçməyə bacaran və həyatda ajinalığını ortaya qoya bilən uşaqlarda görürük. Gəlin indi öz həyatımıza baxaq. Biz bəzən çox gec yatıb səhər gec oyanırıq. İstəmədiyimiz üçün bizə lazım olan vərdişləri etmirik. Məsələn, sağlam qidalanmırıq, su içmirik, hərəkət etmirik. Bizə faydalı ola biləcək çox şeyə yox deyirik. Övladınız olsaydı ona necə davranardınız? Məsələn, təsəvvür edin ki, çəkisi normadan çox olan bir uşağınız var və siz ona hər axşam şirniyyat verirsiniz. Siz onun hər gün hərəkətsiz qalmasına razı olursunuz və onu narahat etmirsiniz. Ona hər şeyə icazə verirsiniz. Sizcə o uşağın axırı necə olar? Biz böyümüşük. Öz daxilimizdəki özümüzü tapmağa çalışırıq. Amma öz daxilimizdəki uşağa da, eyni zamanda yetişkinə də bəzən yanlış davranırıq. Çünki sevginin necə olduğunu hələ tapa bilməmişik. Mənə görə əsl sevgi sərhədləri olan sevgidir. Yəni sağlam münasibət sərhədlərə sahib olmalıdır. Bu nəinki başqa insanlarla olan münasibətimizdə, özümüzlə də olan münasibətdə olmalıdır. Bizim yoxlarımız olmalıdır. Bizim duracağımız nöqtələr olmalıdır. Əks halda heç bu dünyada şəxsiyyətimizi ortaya qoya bilmərik. Niyə gəldiyimizi anlaya bilmərik. Dünyada bir fərq yarada bilmərik və əslində potensialımızı ortaya çıxara bilmərik. Öz sevgi, özünü və həyatını keyfiyyətli yaşaya bilməkdir. Ola bilər ki, bugün səhər oyananda idmana getmək istəməyəsən. Ola bilər ki, sənin üçün çox vacib olan imtahana hazırlaşarkən çox çətinlik çəkəsən və o dərs oxumaq istəməyəsən. Ola bilər ki, hamı çöldə əylənərkən sən evdə dərs oxumaq istəməyəsən. Ola bilər ki, bir qonaqlığa gedib hər kəs şirniyyat yeyərkən sən də yemək istəyəsən. Amma sənin sərhəddin özünə sadiqliyindir. Özünə sahib çıxmağındır.
və səni başqalarından fərqləndirən bu gün budur. Hər davranışımız bizim şəxsiyyətimizi formalaşdırır və əslində biraz da öz sevgi yaratdığımız nəticələrdədir. Övladınızın çox sevdiyi bir cizgi film var, amma siz araşdırmısınız ki, o onun beyninə mənfi təsir edir. Bu zaman onu icazə verməmək ən doğru davranışdır. Əslində bu sevginin özüdür. Biz də bəzən bizə faydalı olmayan bir çox bilgini, videonu, məlumatı, bəzən filmi, kinonu izləyirik. Artıq qərar verməliyik ki, mən özümə hər şeyi icazə verib, necə gəldi yaşamağımı seçirəm və buna mı öz sevgi deyirəm, yoxsa mən həyatımı, seçimlərimi şuurlu şəkildə seçərək, bəzən özümə nələrsə icazə verməyərək özümlə sağlam bir münasibət yaşamağı mı seçirəm? Yoxsa budurmu mənim üçün əsl sevgi? Mən öz həyatımı nə zaman kontrol edirəmsə və söhbət mənim edə biləcəyim kontroldan gedir. Mən bütün həyatımızı kontrol edə biləcəyimizi düşünmürəm. Bizdən də böyük sistemlərin olduğunu və bu sistemlərə təslim olub onlarla iş birliyi etməyi çox sevirəm. Çünki hər şeyi bizim idarə edə biləcəyimizə inanmıram və baxmayaraq ki, bu son zamanlarda çox təlqin olunur, amma içimizdə bir təslimiyyət olmalıdır. İdarə edə biləcəyimiz tək şey öz seçimlərimiz, öz həyatımız və öz qərarlarımızdır. Bəli, bu mənim növbəti versiyamı yaradır. Bunun necə keyfiyyətli olmağını araşdıra bilərəm. Amma partnyorumu idarə etməyə çalışmaq, həyatdakı başqa insanların problemlərini həll etmək, övladımı müəyyən bir qəlibin içinə salmaq mənə görə kontrol deyil. Özünün tərsinə getməkdir. Mənə görə bu boş bir enerji israfıdır. Gəlin hər gün səhər oyananda bizə verilən bu enerjini şuurlu şəkildə, fərqindəliklə, müasir insanın sahib olduğu bu ağılla doğru şəkildə istifadə edək. Siz övladınızın necə həyat yaşamasını istəyirdiniz? Necə bir insan kimi formalaşmasını istəyirdiniz? Bəs özünüzü necə bir insan olaraq formalaşdırmaq istəyirdiniz? Bu insanı formalaşdırmaq üçün gün içində hansı addımlar atmalısınız? Hansı ortamlara getməməlisiniz? Nələrə yox deməlisiniz? Necə bir hal yaratmalısınız ki, o halınıza baxanda özünüzdən zövq alasınız? Seçimlərinizlə fəxr edəsiniz və bu əslində bizi doymuş, xoşbəxt və bütöv bir insan halına gətirib çıxarır. Əksinə mən deyərdim ki, özünü sevməmək, özünə hər şeyə icazə verməkdir. 130 kiloya çatan bir insan birdən-birə o çəkiyə çatmayıb. O əslində hər gün özünə icazə verə-verə çəkisini artırıb və bunu görə-görə bunu davam edib. Bizim də həyatımızda elə anlar var ki, biz sadəcə bunu edirik, onun qarşısını almırıq. Amma özünə valideynlik etmək, o sənə çətin olsa da özünə yox deyə bilməkdir. Davranışını dəyişə bilməkdir. Çətinin içindən keçə bilməkdir. Çünki sağlam valideynin bir amalı var. Səni sağlam yetişdirmək, sənə zərərli olan şeylərdən səni uzaq tutmaq. Əlbəttə ki, zaman-zaman özümüzə icazə verdiyimiz məqamlar, anlar da var. Necə ki, biz övladlarımız bəzən çox yorulurlar, çox yüklənirlərsə, biz onlara hər zaman icazə vermədiyimiz şeyləri verə bilirik. Onları təqdir edirik, onları mükafatlandırırıq. Bunu özümüzə edə bilərik, amma bunun da bir çərçivəsi olmalıdır. Nə zaman ki, övladımıza icazə verməyə başladığımız şeyləri idarə edə bilmiriksə, bu övladımızda yeni bir davranış modeli yaradır. Yeni bir vərdiş yaradır və artıq bunu normallaşdırır. Bu zaman valideyn olaraq biz nə edirik? Həmən vəziyyəti ələ alırıq və ona xatırladırıq ki, xeyr, normal olan budur və biz sağlam rutinə qayıtmalıyıq. Mənə elə gəlir ki, indiki zamanda özünü sev anlayışı nə qədər təlqin olunsa da, altı sanki biraz boşdur və altı doldurulmadığı üçün bu anlayış insanlarda sevgidən daha çox hibir, bəzən ego kimi anlayışlarla qarışdırılır. Özünü sevmək sadəcə özünü düşün, başqalarını düşünmə demək deyil. Özünü sevmək, başqasıyla zaman keçirmək istəmədiyin zaman bunu onun qəlbini qıraraq demək də deyil. Necə ki, özümüzü sevirik, özümüzə sahib çıxırıq, özümüzə hörmət ediriksə, bunu başqalarına da yansıtmalıyıq və başqasının qəlbini rahatlıqla qıra bilən biri mənə görə özünü sevən biri deyil. Çünki sevgi anlayışının içində bütünlük var. Bütün bir dünya var. Sadəcə mən deyiləm orada. Mənim də içimdə bütün dünya var. Çünki makro sistemin içində mikrosistem, mikrosistemin içində isə makrosistem var. Yəni sanki bizim daxilimizdə bütün kainat var və bütün kainatın içində də mən eyni zamanda bir zərrəyəm. Sanki bu okeanda olan damlaya bənzəyir. Həm damla okeanın özüdür, həm də bir parçadır. Amma bir-biri ilə əlaqəli olduğunu unutmamalıdır. Yəni insanın özünü sevməyə başlaması cəmiyyətlə daha gözəl münasibətlərinin yaranması anlamına gəlir. Amma bir də düşünün ki, hamı özünü sevmə anlayışı ilə başqalarını görməzdən gəlirsə,
və bir anda hər kəs belə olarsa, bir ölkədə bütün insanların bir-biri ilə münasibətini düşünün. Hər kəs sadəcə özünü düşünür. Hər kəs sadəcə öz arzularını, ehtiyaclarını, öz maraqlarını düşünür. Belə bir dünyada siz yaşamaq istəyərdiniz? Əgər belə bir dünyada yaşamaq istəməriksə və ya övladlarımızın belə bir dünyada yaşamasını istəmiriksə, daxili sərhədlərimizi qurmağı bacarmalıyıq. Nəyə hə, nəyə yox deyəcəyimizi seçə bilməliyik. Əlbəttə ki, həftə içində sağlam qidalanıb həftə sonu özünüzə şirniyyat hədiyyə eləyə bilərsiniz. Və yaxud da çox çalışdığınız üçün hansısa bir gün özünüzə gec saatda evə gəlməyə icazə verə bilərsiniz. Sadəcə burada davranışımızın tezliyinə baxmalıyıq. Çünki təkrar olunan davranışlar şuuraltımızda yeni vərdiş proqramı yaradır və biz vərdişlərimizin övladıyıq. Vərdişlər bizim həyatımızı şəkilləndirir və insanlar bizə baxarkən onun gözəl qəlbi var, o yaxşı insandır demir. Etdiklərimizlə bizə keyfiyyət verir. Əslində biz özümüzə etdiklərimizlə dəyər veririk. Ayda bir dəfə idman edib özümüzə idmançı deyə bilmərik. Amma həftədə 3 dəfə gedib idmanla məşğul olsaq, mən idmanla məşğul oluram deyə bilərik. Yəni bizim şəxsiyyətimizi formalaşdıran şey davranışlarımızdır. Davranışlarımızı formalaşdıran şey isə seçimlərimizdir. Seçimlərimizi müəyyən edən şey isə bizim fərqindəliyimizdir. Bu gün məşhur özünü sevmə sualının cavabına özünüzə bəzən icazə verməmə, bəzən şəfqətli ola bilmək, günün sonunda isə bütöv insan ola bilməyi, lakin necə insan ola bilməyi düşünməliyik. Mən əslində uzun illər anlamadan özümə valideynlik etmişəm. Çünki içimdə hər zaman prinsiplərim olub və hər şey özümə icazə verməmişəm. Ola bilər ki, mənim uğurumda, həyatda müəyyən qədər irəliləməyimdə ən vacib faktorlardan biri bu olub. Çünki bu mənim daxilimdəki iradəni də əslində inkişaf elətdirib. Biz həyatda görürük ki, iradəsinə güc gələ bilən insanlar hansı çətin nöqtədən hansı nöqtəyə qalxa bilirlər. O zaman bunu biz niyə tətbiq etməyək? Çünki hamımız eyni əzələlərlə doğuluruq və bu əzələləri artırmaq, şişirmək bizim əlimizdədir. Və bugündən sadəcə baxın, bir övladınız olsa, ona necə davranardınız? Ona nələri icazə verərdiniz? Nələri verməzdiniz? Bəs özünüzə qarşı necə davranırsınız? Bütün günlük davranışlarınızın içində özünüzə bu sualı verin. Sağlam övlad yetişdirmək istəyirəmsə, uğurlu, faydalı, özgüvənli övlad yetişdirmək istəyirəmsə, ona nələri icazə verərdim?